80 dəfə rəyləri oxuyuram. Biri mənə yazıb ki, şeydir. Necə gözəlsiz, çox gözəlsiz falan. O birisi də onun altına yazdı ki, niye yalanlarsın, hiç de güzel değil. Yani ben burada iki kelime hoş söz okuyorum ve günüm güzelleşir. Sırf buna göre, yani insanlar benden samimiyetsiz davranışlarını düşündüğüme göre 8. sınıfta məktəbə getməmiş və 9. sınıfta da evde təhsilimə davam eləmiş bir adamım. Qorxursunuzsa ki, mən o rəylərə inanaram, özümü gözəl sayarım, özgüvənimi qalxar. Qorxmayın, inanmıram.